Cümay xanım, onda mən belə başa düşürəm ki, bizim ətrafımızda olan 7 aura, 7 müxtəlif enerji tipləri kimi götürsən, 7 bədən bizim auramızı formalaşdırır. bizim auramızı formalaşdırır və bu mənim hazırki mental bədənimə təsirini göstərir. Fiziki bədən. Mənim fiziki bədənimə öz təsirini göstərir ki, hansı ki, deməli, mən formalaşa bilirəm. Bəli. Yoxsa deməli 7 qat auram düzgün olmadığı təqdirdə deməli mənim öz bədənimdə düzgün olmur. Düzgün deyil. Ya onurğam əyilir, ya mütəmadi ağrılar, ya həmişə problemlər. Xəstəyəm, halsızam, uğursuzam, pulsuzam, xoşbəxt deyiləm. Bax deyirlər ailə münasibəti haqqında danışır. Çox danışılır belə. Nə onu necə eləyim, bunu necə eləyim. Bunlar bərpa olduqda sən artıq o karmalarla əziyyət çəkmirsən. Baxın, bu məsəl üçün mən burada misal olaraq gətirirəm. Mənim karmik vəziyyətimdə yazılıb ki, mən yoldaşım tərəfindən şiddət görəcəm. Yazılıb da indi hər hansı bir işimə görə mən buna layiq görmüşəm. Bu arada nəsil karması da bizim karmik bədənimizdə öz izini saxlayır. Nəsil karması dediyimiz, yəni nəsildə məsəl üçün kimsə kimisə öldürübsə, kimsə kimisə haqqına giribsə, kimsə kiməsə cadu lənət eləyibsə, o 7 qat nəsildə gəlir DNK vasitəsilə mənim karmik bədənimdə oturur, yaddaşda silinmir o. O silinmir. Siz onu neynəsiz də oradan silinməyəcək. Amma onun o lənətin və yaxud da hər hansı bir negativ hadisənin sənin həyatında təsiri olub olmayacağı səndən asılıdır. Mən əgər məsəl üçün mən bir lənətdən gəlmişəm bu dünyaya. İndi bu da mənim karmamdır. Mənim, yəni Allah məni belə yaradıb. Mənim nəslimdə var ki, yəni heç bir qadın xoşbəxt deyil. Misal olaraq. Hamısının yoldaşı onu pul vermir. Pulu var, vermir və yaxud da yoxdur, pul qazana bilmir. Nəysə də belə bir problemdir. Mən onu əgər gətirirəmsə mentalıma, düşüncəmə. Mən onu başlayıram yaşamağa, düşürəm də aşağı düşürəm. Mən onu karmikdən yaşamağa, astral bədənimə gətirirəm. O astral səyahət dediyimiz bax bu bədəndən olur. Astral bədənimə gətirirəm, başlayıram onu yaşamağa, hiss eləməyə, qorxularım çıxır. Bu gəlir mənim efir bədənimdə bütün çakralarımı darmadağın eləyir. Fiziki bədəndə oluram mən nə? Həmin o nəsil kodunu yaşayan bir insan. Ən ağır şəkildə. Amma mən yox deyirəm ki, mən artıq nələrəsə baxmışam, hər hansı bir podkastlara baxmışam və mən deyirəm ki, yox. Mən bu var, mən bunu qəbul edirəm. Kim nə elib özü bilər, amma mən bunu dəyişirəm. Mən öz intuisiyama, yəni mən artıq özümə hiss eləyirəm ki, mən nələrisə dəyişməliyəm və mən dua ilə, meditasiya ilə başlayıram bu atmanla, yəni atmik bədənlə özümü bütün eləməyə, şəfalandırmağa. Mən artıq nə edirəm? Mən artıq yüksəlirəm. Yüksələndə də bu tamam olur deyənə, oradan gələn enerji mənim bütün efir, bu efirdə astral, mental, karmik, intuitiv və atmik bədənimi şəfalandırır. Həmin o enerjini də mən rahat şəkildə 7 çakramda balanslaşdırırım və mən tamam başqa bir həyat yaşayıram. Yəni biz bunu hər dəfə başqa bir misallarla gətirmişik. Bəli, həyatımızı dəyişə bilər. Amma yəni budur. Biz sadəcə ətdən, sümükdən deyilik. Biz enerjiyik. Yəni bizə kainatdan baxsaq, yəni belə deyim, necə deyim, kosmosdan deyil də. Kosmosdan əslində heç bir insan heç görünmür. Yəni kosmosda ancaq dağlar, təpələr görünür. O da çaylar, sular, okeanlar görünür. Yəni insan belə görünmür orada. Yəni biz kainat sistemində energetik artıq bu təsdiq olunmuş bir faktdır. Biz orada bir işığıq. Yəni sənin həyatında, əlbəttə ki, hər bir insanın həyatında uğurlu, xoşbəxt, varlı olacaq bir ssenari yazılıb. Sən əgər o ssenarini hardasa bir anlıq belə təsəvvür eləyirsənsə, deməli hardasa yeni bir sən varsan ki, artıq onu həyata keçirmisən. Sadəcə sən onunla bütün deyilsən. Sənin enerjin, sənin titreşim sönüb. Amma sənin arzuladığın həyat par-par parıldayır. Sən sönmüş. O par-par parıldayan vəziyyətə necə qalxa bilərsən? Ya o gərək düşə, o da düşən deyil. Düzdürmü? Doğru. Yəni sən gərək qalxasan. Qalxmağın da nə yolu var? Mən hər zaman deyirəm. Deyirlər ki, dua etdi, daha da pis olduq. Deyirəm, sən əgər dua eləyirsənsə, bir
yeri şəfalandırırsan. Sən heç bir öyrənmirsən, mentalını qaldırmırsan, Hə. hisslərini dəyişmirsən. Duanı da deyirsən ki, filan kəs elədi deyənə mən gedim oxuyum və yaxud da bəlkə bu filan qədər oxuyaram. Axırda da səbirdən çıxırsan,